Salam, hər vaxtınız xeyir olsun. Sizləri yeni bir videoda yenidən xoş gördük. İş və enerji mövzularında növbəti video ilə davam edirik. Odur ki, videonu bəyənib kanala da abunə oldunuzsa, söhbəti çox uzatmayaq və başlayaq birinci sualla. Şəkildəki sistemdə cismə 15 Newton sürtünmə qüvvəsi təsir edir. Və cisim deyir ki, F qüvvəsi ilə K nöqtəsindən L nöqtəsinə gətirilir. Buna əsasən K, L nöqtələri arasında sürtünmə qüvvəsinin gördüyü iş neçə joulla bərabərdir? Sürtünmə qüvvəsinin gördüyü işi hesablamaq üçün sürtünmə qüvvəsini yerdəyişməyə vurmaq lazımdır. Sürtünmə qüvvəsinin 15 Newtona bərabər olduğunu bizə deyir. O zaman biz 15 Newtonu yerdəyişməyə, yəni 20 metrə vurmağımız lazımdır. Nəticədə sürtünmə qüvvəsinin gördüyü iş 300 joulla bərabərdir. Sualımızın cavabı da A variantıdır. İkinci sualda, şəkildə cismə tətbiq edilən sürtünmə qüvvəsi 10 Newtona bərabərdir. Cisim sərbəst buraxılaraq L-yə gələndə deyir ki, sürtünməyə görə cismin itirdiyi enerji neçə jouldur? Sürtünməyə görə cismin itirdiyi enerji sürtünmə qüvvəsinin gördüyü iş deməkdir. Bunu hesablamaq üçün də sürtünmə qüvvəsini yerdəyişməyə vurmaq lazımdır. Sürtünmə qüvvəsi 10 Newtondur deyir bizə. Deməli biz 10 Newtonu yerdəyişməyə vurmağımız lazımdır. K və L nöqtələri arasındakı məsafə 25 metr olduğu üçün cisim elə 25 metr yerdəyişmə icra edir. Və buna görə də görülən iş 250 joula bərabər olur. Növbəti sualda. Deyir ki, şəkildəki kimi verilən bir yolda X nöqtəsindən sərbəst buraxılan cisim Y-yə qədər qalxır. Buna əsasən KL arası sürtünməli olarsa, KL arasında daxili enerjiyə çevrilən enerji neçə mgh-a bərabərdir deyir bizə. Deməli, biz X nöqtəsindəki cismin potensial enerjisinin nə qədər olduğuna baxaq. X nöqtəsində cismin potensial enerjisi 5 mgh qədərdir. Y nöqtəsindəki cismin potensial enerjisi isə hündürlük 2h olduğu üçün 2 mgh-a bərabərdir. Başlanğıcda cismin potensial enerjisi 5 mgh qədər idi. Sonda isə cismin potensial enerjisi 2 mgh-a bərabər oldu. Bəs 3 mgh-lıq potensial enerji hara getdi? Yəni, 5 mgh ilə 2 mgh-ın fərqinə bərabər olan 3 mgh-lıq enerji hardadır? Deməli, həmən 3 mgh-lıq enerji daxili enerjiyə çevrilmişdir. Yəni, sürtünmə qüvvəsi nəticəsində 3 mgh enerji cismin daxili enerjisinə çevrilmişdir. Ona görə də daxili enerjiyə çevrilən miqdarı 3 mgh-a bərabərdir. Davam edirik 4-cü sualla. Şəkildəki kimi verilən yolun yalnız LM aralığı sürtünməlidir. K nöqtəsindən sərbəst buraxılan cisim ilə yol arasındakı sürtünmə qüvvəsinin modulu deyir ki, nəyə bərabərdir? Buradan cisim deməli sərbəst buraxılır. O zaman bu cismin buradakı tam enerjisi M vurulsun J vurulsun H qədərdir. Kütləsi 2 kiloqram, sərbəst düşmə təcili 10 və hündürlük 8 metrdir. Nəticədə bu cismin sahib olduğu enerji 160 joulla bərabərdir. Cismin 160 joule enerjisi var idi. O zaman həmən 160 joule enerjidən istifadə edərək LM aralığında hərəkət etdi. Bəs LM aralığında cisim bu tərəfə doğru hərəkət edəndə ona təsir edən sürtünmə qüvvəsi nə qədərdir? Bunun üçün deyə bilərik ki, sürtünmə qüvvəsinin gördüyü iş potensial enerjinin dəyişməsinə, daha doğrusu başlanğıcda potensial enerji nə qədərdirsə, həmən enerji sürtünmə qüvvəsinin işinə sərf olunmuşdur. Deməli, biz bu FS-i 160-a bərabər edə bilərik. Sürtünmə qüvvəsini bilmirəm. Yerdəyişmə isə L və M aralığında 40 metrdir. 40-ı burada yazdım və bərabər etdim 160-a. O zaman biz buradan F qüvvəsini tapsaq, 160-ı 40-a bölərik və nəticədə 4 Newton alarıq.
Yəni cismə təsir edən sürtünmə qüvvəsi 4 Newtona bərabərmiş. Sualımızın cavabı da oldu B variantı. Davam edirik 5-ci sualla. Sürtünmə qüvvəsinin sabit olduğu üfüqi müstəvidə 2 kiloqram kütləli cisim 40 metr bölü saniyə sürətlə atılır. Cisim L nöqtəsində dayandığına görə sürtünmə qüvvəsinin modulu nəyə bərabərdir deyir bizə. Deməli, bu cismin başlanğıcda K nöqtəsində bir kinetik enerjisi var idi. Və həmən kinetik enerji sayəsində cisim K-L nöqtələri arasında hərəkət etdi. Və L nöqtəsində dayandı. Nəyə görə dayandı? Çünki sürtünmə qüvvəsi var idi. O zaman biz deyə bilərik ki, başlanğıcda mövcud olan kinetik enerji, yəni mv kvadratı bölü 2, sürtünmə qüvvəsinin işinə sərf olundu. Ona görə də mən burada F vurulsun S yaza bilərəm. Və biz buradan F-i tapmaq istəsək, yəni sürtünmə qüvvəsini tapmaq istəsək, 2S-i yazarıq məxrəcdə, mv kvadratını isə kəsirin surətində yazarıq. Buradan yazıram F bərabərdir. Kütlənin qiyməti 2 kiloqram. Vurulsun. Cismin sürəti 40 metr bölü saniyə. Yazıram 40-ın kvadratı. Bölünsün 2S. S də yerdəyişmədir və 100-dür. Bu da bərabərdir. 2-lər getdi. 40-ın kvadratı eləyir 1600. Bölürəm 100-ə. Nəticədə buradan sürtünmə qüvvəsi 16 Newton alınır. Sualın cavabı da D variantı olur. Gəldik 6-cı suala. Şəkildəki kimi verilən yolun yalnız K-L aralığı sürtünməli olub. Deyir ki, cisim ilə səth arasında 2 mg qədər sürtünmə qüvvəsi təsir edir. 3 m kütləli cisim şəkildəki nöqtədən sərbəst buraxılıb, L nöqtəsində dayanır. Buna görə K-L aralığındakı məsafə neçə h-a bərabərdir deyir bizə. İndi bu cismin maksimal hündürlükdə sahib olduğu potensial enerji nə qədərdir? 3m vurulsun J vurulsun hündürlük qədər, yəni 6h qədər. Və bu da 18 mgh deməkdir. Yəni cismin sahib olduğu enerji 18 mgh-a bərabərdir. Bəs bu 18 mgh hara getdi? Sürtünmə qüvvəsinin işinə sərf olundu. Sürtünmə qüvvəsi nə qədərdir? 2 mg qədərdir. O zaman yazıram 2 mg vurulsun gedilən yol S bərabərdir 18 mgh. Mg'lər buradan aparıldı. 2 ilə 18 getdi. Qaldı geriyə 9. Deməli, S bərabərdir 9H-dır. Yəni, cismin getdiyi yol, K-L arasındakı məsafə 9H-a bərabərdir. Davam edirik 7-ci sualla. 25 Newton sürtünmə qüvvəsinin olduğu şəkildəki yolda 4 kiloqram kütləli cisim X nöqtəsindən 30 metr bölü saniyə sürətlə atılır. Buna əsasən cisim Y nöqtəsindəki sürətinin modulu nəyə bərabər olar? Deməli, cismə 25 Newton sürtünmə qüvvəsi təsir edirsə və 40 metr yolda təsir edirsə, o zaman sürtünmə qüvvəsinin gördüyü iş 25 Newtonu 40-a vurarıq və alınar nə qədər? 1000 joule. Yəni, sürtünmə qüvvəsi 1000 joule iş görmüşdür. Cismin başlanğıcda kinetik enerjisini tapaq. M vurulsun V0'ın kvadratı bölünsün 2. Yəni, 4 vurulsun V0 30'dur. Kvadratı eləyir 900. 4 vur 900 bölü 2. Bu, bunun başlanğıcda kinetik enerjisidir. Bu da nə qədərdir? 1800 joule'dur. Deməli, cismin başlanğıcda kinetik enerjisi 1800 joule'dur. Amma sürtünmə qüvvəsi 1000 joule iş görür. Yəni, kinetik enerjini 1000 joule azaldır. Sonda kinetik enerji nə qədər qalır? Sonda qalan kinetik enerjini belə tapa bilərik. Kinetik bərabərdir. Y kinetik 0 çıxılsın A sürtünmə. Yəni, sürtünmə qüvvəsinin gördüyü iş. Biz buradan başlanğıc kinetik enerjidən, yəni 1800 joule'dan 1000 joule çıxarıq və nəticədə son kinetik enerjinin 800 joule-la bərabər olduğunu deyərik. Bu, sonda kinetik enerjidir. İndi isə biz sürəti hesablayaq. V bərabərdir kök altında 2YK bölünsün M düsturundan istifadə edirəm. Bu da bərabərdir kök altında 2 vurulsun YK, yəni 800. Bölürəm cismin kütləsinə. Cismin kütləsinin də 4 kiloqram olduğunu görürük. Bölürəm 4-ə. 2-ni 800'a vurduk 1600. 1600'ü 4'e böldük 400. 400'den de kök çıxar 20.
Yəni cismin Y nöqtəsində sahib olduğu sürət 20 metr bölü saniyəyə bərabərdir. 8-ci sualı davam edirik. Şəkildə sürtünməsiz üfüqi yolda deyir ki, sürtünmə əmsalı 0,6-ya bərabərdir. 20 metr bölü saniyə sürətlə atılan cisim L-də dayandığına görə KL aralığındakı məsafə neçə metrə bərabərdir? İndi baxın, burada cismin həm potensial enerjisi var, həm də başlanğıc sürəti olduğu üçün kinetik enerjisi də var. O zaman biz cismin tam enerjisini kinetik enerji ilə potensial enerjinin toplamı yaza bilərik. Y düşünək ki, cismin tam enerjisidir. Həmən Y enerjisi mv0 kvadratı bölü 2 ilə mgh-ın toplamına bərabərdir. Və buradan Y bərabərdir. Cismin kütləsi 2-dir. Yazıram 2 vurulsun 20-nin kvadratı bölünsün 2. Üstə gəl 2 vurulsun 10 vurulsun hündürlükdə 10. Bu da bərabərdir. 400-ün üzərinə 200 gələrik. Nəticədə cismin tam mexaniki enerjisi 600 joule bərabər olar. Deməli 600 joule kinetik enerji var. Daha doğrusu tam enerji var. Potensial ilə kinetik enerjinin toplamı 600'ə bərabərdir. Və həmən 600 joule'luq enerji sürtünmə qüvvəsinin işinə sərf olunur. Yəni A sürtünmə bərabərdir 600 joule'dur deyə bilərik. Sürtünmə qüvvəsinin gördüyü işdə sürtünmə qüvvəsi, yəni μmj vurulsun yer dəyişmə, yəni S-dir. O da bərabərdir 600. Bizə lazımdır burada S-i tapmaq. S bərabərdir 600 bölünsün μmj yaza bilərik. μmj nə qədərdir? Sürtünmə əmsalı 0,6. Kütlənin qiyməti 2, sərbəst düşmə təcili də 10. Deməli 12 Newtona bərabərdir sürtünmə qüvvəsi. 600'ü də 12'yə bölərəm. Bu da eləyər 50 metr. Yəni KL aralığındakı yer dəyişmə 50 metrə bərabərmiş. Növbəti sualda deyir ki, şəkildə sadəcə AD aralığında 25 Newtonluq sabit sürtünmə qüvvəsi vardır. X nöqtəsindən 5 metr bölü saniyə sürətlə atılan 4 kiloqram kütləli cisim ən sonda hansı nöqtədə dayanar? Deməli, cismin başlanğıcda sahib olduğu kinetik enerjini hesablayaq. Daha doğrusu tam enerjini hesablayaq. Deməli, kinetik enerjisi var mv0 kvadratı bölünsün 2 və potensial enerjisi var mgh. Bunların toplamı bizə tam enerjini verir və görək ki, cismin tam enerjisi nəyə bərabərdir? Kütləsi 4, sürəti 5. Üstə gəl, kütlə yenə 4, sərbəst düşmə təcili 10, hündürlük də 15. Bu da bərabərdir. Deməli, 25'i 2'ye vurarıq 50. 50'nin üzərinə də 4'ü 10'a vurduq. 40, 40'ı 15'e vurduq 600. Deməli burada 650 joule'luq bir tam enerji var. Bu 650 joule'luq enerji sərf olunacaqdır. Nəyə? Sürtünmə qüvvəsinin gördüyü işə sərf olunacaqdır. Sürtünmə qüvvəsi 25 Newtondur, düzdürmü? Və bu aralığın 15 metrə bərabər olduğunu görürük. İndi hər bir aralıq 3 metr olmaz, 5 metr olmazmı? Buradan burada 5 metr, buradan burada 5 metr, buradan burada 5 metr. Sürtünmə qüvvəsi əgər 25 Newtona bərabərdirsə, hər bir aralıqda 25 vurulsun 5 qədər enerji itirir. 25'i 5'e vuranda 125 olur. Yəni bu aralıqda da 125 enerji itirir. Bu aralıqda da 125, bu aralıqda da 125 enerji itirir. 3 dənə 125 nə qədər olur? 125, 125, 250, 250'nin üzərinə də 125, 375. Yəni A'dan D'ye gəlincən 375 joule enerji itirdi. 650 joule enerjisi vardı, 375'in itirdi. Sonra geri, yəni bura çıxar. Sonra buradan yenidən qaydar. Sonra yenə 125'ni itirər. 375'dən elə bil ki 650 var idi. 650'dən 375'ni itirdi. Yenə 125 itirəndə eləyər. 375'in elə bil ki üzərinə 125 gəlirik. Nə qədər olur? 500 olur. Sonra da yenə bir dənə 125 itirir. Eləyir 625. SB aralığında keçir və sonda
BA aralığında ilişib qalır. Çünki artıq orada enerjisi tükənir. Ona görə cisim AB aralığında dayanar deyə bilərik. Növbəti sualda deməli, deyir ki, şəkildəki kimi verilən sürtünməli yolda K nöqtəsindən fırladılan cisim L nöqtəsinə qədər çıxır. Buna əsasən geri dönən cismin K nöqtəsindəki sürətinin modulu nəyə bərabərdir? Birinci növbədə biz baxaq ki, cismin K nöqtəsində tam mexaniki enerjisi nə qədərdir? Cismin bu nöqtədə kinetik enerjisi var. Hansı ki onu hesablaya bilərik. 2 vurulsun 30'un kvadratı bölünsün 2. Və həmən nöqtədə potensial enerjisi var. Bunu da yaza bilərik. 2 vurulsun 10 vurulsun 10. Yəni MGH. Bu da bərabərdir. 900 üstə gəl. 2'ni 10'a vurduq. 20, 200. 900'ün üzərində də 200 gələndə 1100 joule enerji eləyir. Yəni cismin başlanğıcda sahib olduğu enerji 1100 joule'a bərabərdir. L nöqtəsinə çıxanda deyir ki, ancaq L nöqtəsinə qədər çıxa bilir. L nöqtəsindəki enerjisi nə qədərdir? L nöqtəsində dayandığı üçün yalnız orada potensial enerjisi var. Və həmən potensial enerji MGH ilə hesablanacaq. Kütləsi 2, sərbəst düşmə təcili 10, hündürlüyü isə 35. Bunları bir-birinə vuranda eləyir 700. Deməli, 1100 joule başlanğıcda enerjisi var idi. İndi isə 700 joule enerjisi qaldı. Hara getdi 400 joule? Deməli, 400 joule sürtünmədən dolayı sərf olundu. Yəni, sürtünmə qüvvəsinin işinə sərf olundu. Daxili enerjiyə çevrildi. İndi isə əlimizdə 700 joule enerji var və bu 700 joule enerji ilə cisim yenidən qayıdır. Gəlir buranı keçir və yenidən K nöqtəsindən keçir. Deməli, nə qədərini itirdik dedik? 1100 joule idi, 700 qaldı. 400'ünü itirdi. Geri qaydanda da 400'ünü itirəcək. Yəni 700 joule'dan 400'ünü itirəcək və həmən bu nöqtədə sahib olduğu enerji 300 joule'a bərabər olacaqdır. 300 joule'a bərabər olacaqdır. İndi bu nöqtədə potensial enerjisi nə qədərdir K nöqtəsində cismin sahib olduğu potensial enerji? MGH, yəni 200 joule. Bunun 300 joule tam enerjisidir. 200 joule bunun potensial enerjisidir. Bəs kinetik enerjisi nə qədərdir? Kinetik enerji bu ikisinin fərqi qədər. Yəni 100 joule'a bərabərdir. Buradan cismin sürətini tapa bilərik. V bərabərdir kök altında 2YK bölünsün M. Buradan V bərabərdir kök altında 2 vurulsun YK, yəni kinetik enerji 100 bölünsün kütlə də 2. Buranı da hesablayanda sürətin qiyməti alınır 10 metr bölü saniyə. Deməli, cisim K nöqtəsindən 10 metr bölü saniyə sürətlə keçər. Növbəti sualda yalnız LM aralığının sürtünməli olduğu şəkildəki yolda K nöqtəsindən V sürəti ilə atılan cisim N nöqtəsinə qədər qalxa bilir. N nöqtəsindən geri dönən cisim L nöqtəsində dayandığına əsasən cismin K nöqtəsindəki, yəni başlanğıcdakı kinetik enerjisi neçə MGH-a bərabərdir deyir bizə. Deməli, bu cismin bu nöqtədə kinetik enerjisi var. Yəni, kinetik enerji ilə atılıbdır. Müəyyən bir kinetik enerji ilə. Eyni zamanda həmən cismin potensial enerjisi də var ki, o da 4 MGH qədərdir. Və bu YK üstəgəl 4 MGH sayəsində cisim N nöqtəsinə qədər gələ bilir. Yəni, düşünün ki, burayla gəldi bu şəkildə N nöqtəsinə gəldi. Amma burada sürtünmə qüvvəsindən dolayı enerji itirilmişdir. Sürtünmə qüvvəsindən dolayı enerji itirilibsə, həmən enerjini biz AS, yəni A sürtünmə qüvvəsinin gördüyü iş şəklində yaza bilərik. Və sonda qalan enerjimiz, bax bu 3H hündürlükdəki potensial enerjidir. Bu da 3 MGH-dır. İndi bu birinci məsələ. Buradan biz tapa bilərik. YK çıxılsın A sürtünmə bərabərdir 3 MGH-dan 4 MGH-ı çıxarıq, o da eləyər mənfi MGH. Və yaxud da hər tərəfi mənfiyə vursaq, A sürtünmə çıxılsın Y kinetik bərabərdir müsbət MGH. Və bu bizim birinci tənliyimiz. Sonra isə deyir ki, cisim N nöqtəsindən başlayır və geri qaydanda L nöqtəsinə qədər gələ bilir. Niyə L nöqtəsinə qədər gəldi? Çünki sürtünmə qüvvəsi iş gördü. Nə qədər potensial enerjisi vardı N nöqtəsində? 3 MGH qədər var idi. Həmən 3 MGH sürtünmə qüvvəsinə
sərf olundu. Yəni sürtünmə qüvvəsinin işinə sərf olundu. O zaman biz yuxarıda yazdığımız düsturda sürtünmə qüvvəsinin işi yerinə 3 mgh yaza bilərik. Bax, bunun yerinə 3 mgh yaza bilərəm. O zaman belə bir şey alınacaqdır. 3 mgh çıxılsın Y kinetik bərabərdir mgh. Buradan Y kinetiki tapsaq, Y kinetik bərabərdir 3 mgh-dan mgh-ı çıxaram. Bu da 2 mgh olar. Sualımızın cavabı da buradan B variantı alınır. Növbəti sualda. Deməli, şəkildə verilən yolda deyir ki, A-dan V sürəti ilə atılan cisim G nöqtəsinə qədər gəlir. Deməli, buradan A nöqtəsindən atıldı, gəldi J nöqtəsinə qədər. Aha. Sonra J-dən geri dönən cisim B-yə qədər gələ bilir. Aha. J-dən başlayır, deməli gəlir hansı nöqtəyə qədər? B nöqtəsinə qədər. Bura qədər gəldi. Sonra J-dən geri dönən cisim B-yə qədər çıxır. B-dən geri dönən cisim isə F-ə qədər gəlir. Baxın, B nöqtəsindən geri qayıdan cisim F nöqtəsinə qədər gəlir. Buna əsasən deyir ki, hansı ifadələr doğrudur. İndi belə çıxır ki, millət, burada B-dən F-ə qədər gələ bilirsə, yəni B ilə F eyni hündürlükdə də görürük ki, B-dən F-ə qədər gələ bilirsə, o zaman BF aralığı sürtünməli deyil. Sürtünməli olsaydı həmən hündürlüyə qalxa bilməzdi. Yəni bu B hündürlüyündən F hündürlüyünə qədər gələ bilməzdi. Deməli BF aralığı sürtünməli deyil. BF aralığı sürtünməlidir. Burada üçüncü variantımız doğrudur. Bəs BF aralığı sürtünməsizdirsə, niyə J nöqtəsindən buraxılan cisim B-yə qədər gəldi? Deməli buradakı aralıq sürtünməlidir. Yəni JF aralığı sürtünməlidir. O zaman burada ikinci variantımız da doğrudur. JF aralığı sürtünməlidir. Tamam. Yaxşı. A nöqtəsindən buraxılan cisim hansı nöqtəyə gəlmişdi? A nöqtəsindən buraxılan cisim J nöqtəsinə qədər gəlmişdi. O zaman biz AB aralığının da sürtünməli olduğunu deyə bilərik. Çünki sürtünmə varmış ki, eyni hündürlüyə qədər qalxa bilməyib. O zaman birinci variantımız da doğrudur. Yəni burada hər 3 variant doğrudur. Sualımızın cavabı 1, 2, 3 olmalıdır. Növbəti sualda. Şəkildəki kimi verilən yolun K nöqtəsindən V sürəti ilə atılan cisim M-dən V sürəti ilə keçir. Yolun yalnız KL aralığı sürtünməli və sürtünmə əmsalı sabitdir. KL bərabərdir 4 LM olarsa, KL aralığındakı sürtünmə əmsalı nəyə bərabərdir? Baxın, deyir ki, KL 4 dənə LM-ə bərabərdir. Yəni, bura əgər biz 53 dərəcə olduğu üçün 53 dərəcənin qarşısına 4S, 37-nin qarşısına 3S desək, bura 5S olar. Və KL aralığı da bunun 4 qatıdır. Yəni, LM-in 4 qatıdır. O da 20S-ə bərabər olmalıdır. 20S. İndi deyir ki, KL aralığında sürtünmə əmsalı nəyə bərabərdir? İndi burada baxırıq ki, V sürəti ilə atılan cisim, yəni K nöqtəsindən V sürəti ilə atılan cisim M nöqtəsindən də həmən sürətlə keçirmiş. Burada da sürəti V-yə bərabərmiş. Niyə burada sürəti V-yə bərabər olsun? O zaman biz deyə bilərik ki, burada cismin başlanğıcda potensial və kinetik enerjilərinin toplamı var. M nöqtəsində isə kinetik enerji var. Baxın, burada var kinetik enerjisi və potensial enerjisi. Burada isə var sadəcə kinetik enerjisi. Bu kinetik enerji ilə potensial enerjinin cəmindən geriyə sadəcə kinetik enerji qalmışdır. Deməli, potensial enerji hara gedib? Potensial enerji sürtünmə qüvvəsinin işinə sərf olunmuşdur. Potensial enerjinin yerinə yaza bilərəm mg vurulsun, yerdən hündürlüyü 4s qədər hündürlüyü var. Bərabərdir. Sürtünmə qüvvəsinin yerinə yaza bilərəm mg, sürtünmə qüvvəsinin 2 olduğu üçün sürtünmə qüvvəsi vurulsun yer dəyişmə. Nə qədər yer dəyişmə edib KL aralığında? 20s qədər. O zaman burada yazıram 20s. Şimdi buradaki mg ilə buradaki mg'ni ixtisar elədim. S ilə F'i ixtisar elədim. Qaldı geriyə nə? Qaldı geriyə 20 mü bərabərdir 4-ə. Buradan mü-nü tapsaq 4-ü 20-yə bölərik. O da
Yəni buradakı sürtünmə əmsalı 0,2'ye bərabərdir. Sualımızın cevabı D variantı olmalıdır. 14. sualda deyir ki, şəkildəki kimi yolun AB aralığı yalnız KL aralığı sürtünməlidir. Deməli bu aralıq sürtünməlidir. Yaxşı. A və B nöqtələrindən sərbəst buraxılan cisimlər KL arasında x1 və x2 qədər yol gedib dayanırlar. Buna əsasən x1 bölü x2 nisbətini hesablayın. Burada cismin potansial enerjiləri var və həmən potansial enerji sürtünmə qüvvəsinin işinə sərf olunur. Məsələn, bu cismin sahib olduğu potansial enerji 3m vurulsun, j vurulsun 2h'dır. Və bunun sürtünmə qüvvəsinin işinə sərf olunur. Sürtünmə qüvvəsinin işi də belə yazıla bilər. 3 mj vurulsun, yəni kütləsi 3m olduğu üçün 3 mj vurulsun x1 qədər yazıla bilər. İndi burada 3m, buradakı 3m getdi, bir-birini apardı. J ilə də j getdi. O zaman biz nə alırıq? x1, baxırıq ki, burada x1 2h-la mütənasibdir. Məsələn, x1'in 2'ye bərabər olduğunu fərz edək. x1 2'ye bərabərdirsə, o zaman x2 nəyə bərabər olar? Baxın, 2h-la mütənasib oldu da x1. O zaman x2 də bu 5h-la mütənasib olar. Yəni x2'ye də 5 deyə bilərik. O zaman biz yazarıq x1 bölü x2 nisbəti 2 bölü 5 nisbətinə bərabərdir. Yəni sualımızın cevabı C variantıdır. 15-ci sualda şəkildəki kimi olan yolda deyir ki, K nöqtəsindən sərbəst buraxılan cisim N nöqtəsinə gəlib geri qaydanda L nöqtəsində dayanır. Buna əsasən hansı aralıqlar mütləq şəkildə sürtünməlidir deyir bizə. Deməli, birinci növbədə cismin K nöqtəsində sahib olduğu enerji 5 mjh-a bərabərdir. N nöqtəsində sahib olduğu enerji isə 2 mjh qədərdir. Deməli, bütöv bu yolda, yəni K-dan N-yə gəlincən sürtünmə qüvvəsinin gördüyü iş 3 mjh qədərdir. Sonra cisim geri qaydanda N nöqtəsindən ki geri qayıdır, gəlir L nöqtəsinə, N nöqtəsindən L nöqtəsinə gəlir. O zaman N nöqtəsində sahib olduğu 2 mjh enerjidən L nöqtəsində enerjisi sıfırlanır. Yəni N və L aralığında sürtünmə qüvvəsinin gördüyü iş 2 mjh-a bərabərdir. Baxın, bayaq demişdik ki, K və N aralığında ümumi 3 mjh-lıq sürtünmə qüvvəsi iş görmüşdü. İndi isə baxırıq ki, N və L aralığında 2 mjh-lıq sürtünmə qüvvəsi var. Deməli, KL aralığı mütləq şəkildə sürtünməlidir ki, çünki K-dan N-yə gəlincən 3 mjh-lıq iş var idi. Amma N-dən L-yə gələndə, bax bu N-dan L-yə gələndə 2 mjh-lıq iş var. Deməli, K-dan N-yə gələndə iş daha çoxdur. O zaman KL aralığı mütləq şəkildə sürtünməlidir. Yəni, birincisi biz tapırıq KL aralığının mütləq sürtünməli olduğunu. Eyni zamanda həm KL, yəni K-dan N-yə gedəndə, həm də N-dən L-yə gedəndə cismin enerjisi azalmışdır. Bax, bu cismin enerjisinin azalmasına səbəb olan hər ikincisində, yəni K-dan N-yə gedəndə də, N-dən L-yə gələndə də ikisində də ortaq olan hissə LM aralığıdır. Ki, LM aralığı da mütləq şəkildə sürtünməlidir ki, cismin enerjisini azaltmışdır. Deməli, KL və LM aralığı mütləq şəkildə sürtünməlidir. MN aralığı haqqında nəsə deyə bilmərik. Sürtünməli ola da bilər, olmaya da bilər. 16-cı sualla davam edirik. Deməli, şəkildəki kimi olan yolda X nöqtəsindən 3V sürəti ilə atılan cisim Y nöqtəsindən 2V, Z nöqtəsindən isə V sürəti ilə keçir. T nöqtəsinə qədər qalxır. Buna əsasən hansı aralıqlar sürtünməli ola bilər deyir bizə. X nöqtəsindən 3V sürəti ilə atılıb və Y nöqtəsindən 2V sürəti ilə keçibsə, yəni sürəti azalıbsa, bu onu göstərir ki, kinetik enerji də azalır. Kinetik enerjinin azalmasına səbəb olan da sürtünmə qüvvəsidir. Yəni X-Y aralığı sürtünməli ola bilərmi? Bəli, sürtünməli ola bilər. YZ aralığında baxırıq. 2V sürəti ilə Z nöqtəsindən isə V sürəti ilə keçmişdir.
Burada indi sürtünmə qüvvəsi ola bilərmi? Sürtünmə qüvvəsi ola da bilər, olmaya da bilər. Yəni biz bu haqda dəqiq bir şey deyə bilmərik. Bizə deyir ki, sürtünməli ola bilər. Ola bilərmi? Sürəti azalmışdır, ola bilər. Yəni YZ aralığında. Eyni şəkildə də ZT aralığında da sürtünməsi ola bilər. Ona görə sualın cavabı Y variantı olmalıdır. 17-ci sualda deyir ki, şəkildəki kimi yolun X nöqtəsindən keçən cisim şəkildəki yolu izləyir. Buna əsasən hansıları mütləq şəkildə doğrudur deyir bizə. Deməli, X nöqtəsindən atılmış cisim Z nöqtəsinə qədər qalxa bilirsə, o zaman bu onu göstərir ki, bu cisim burada mütləq ki, müəyyən bir başlanğıc sürətlə atılmışdır. Əgər bu cismin başlanğıc sürəti olmasaydı, bu Z nöqtəsinə qədər gələndə Z nöqtəsindən bu şəkildə buradan sürətin mövcud olmazdı. Və burada Z nöqtəsində müəyyən bir sürətinin olduğunu görürük. Z nöqtəsində sürətinin olmasına səbəb olan, Z nöqtəsində sürətinin olmasına səbəb olan buradakı başlanğıc sürətidir. X nöqtəsində müəyyən bir başlanğıc sürəti olmasaydı, Z nöqtəsində də müəyyən bir başlanğıc sürəti ola bilməzdi. Ona görə bu cismin mütləq şəkildə X nöqtəsində bir başlanğıc sürəti vardır. Yəni bu mütləq doğrudur. İndi X-Y aralığında deyir ki, sürətlənmişdir. Biz bunu bilə bilmərik. Sürətlənmiş də ola bilər, bərabər sürətli getmiş də ola bilər. Yəni bizim bu haqda bir məlumatımız yoxdur. Ona görə də biri mütləq şəkildə doğru qəbul edə bilmərik. Ola da bilər, olmaya da bilər. Cisim X və Z nöqtələrində deyir ki, mexaniki enerjiləri bərabərdir. Cismin X və Z nöqtələrində mexaniki enerjiləri bərabərdir. Bu cismin X nöqtəsində müəyyən bir kinetik enerjisi vardır və eyni zamanda potensial enerjisi də vardır. Z nöqtəsində isə cismin sahib olduğu potensial enerji var. Amma yəni bu ifadə əslində üçüncü ifadə. Doğru ola bilər. Yəni mexanik enerjiləri bərabərdir. Doğru ola bilər. Amma sürtünmə qüvvəsindən dolayı iş görülmüşdürsə, o zaman burada bərabərlik pozular. Sürtünmə qüvvəsi iş görməsə, yəni sürtünmə qüvvəsi olmasa deyilən doğrudur. Yəni X və Z nöqtələrində enerjiləri bərabər olar. Burada V0 yazmışam. Bu V0 olmalı məcbur deyil. Yəni buradakı V0-dırsa, burada da V0-dır. Bu məcbur deyil. Burada sadəcə müəyyən bir sürətin olduğunu mən sizə göstərmək istədim. İndi biz bilmirik axı buradakı kinetik enerji ilə buradakı kinetik enerjisi bərabərdirmi? Bunlar məsələn eynidirsə, potensiallar da eynidir. O zaman mexanik enerjiləri bərabər olar. Amma biz bunu bilmirik. Yəni bu cisim buradan hansı sürətlə atılıb, buradan hansı sürətlə keçib, bunları bilmirik. Bilmədiyimiz üçün mexanik enerjilərin də bərabər olduğu haqqında bir şey deyə bilmərik. Burada mütləq şəkildə doğru olan yalnız ikincidir. Ona görə də sualımızın cavabı B variantıdır. Beləliklə bu videonun da sonuna gəlmiş olduq. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.